Salam, xoş gördük hər birinizi əziz coğrafiya həvəskarları. Bugünkü mövzumuzda biz Yapon adalarının daxil olduğu iqlim qurşağı və təbii zonalara baxırıq. Yapon adaları burada müxtəlif adalardan ibarətdir. Hokkaido, Honshu, Shikoku, Kyushu və Ryukyu adalarından ibarət olacaq. Və biz qeyd edirik ki, Yapon adaları iki iqlim qurşağında yerləşir. Subtropik və mülayim iqlim qurşaqlarında yerləşmiş olacaq. Və xüsusilə də Yapon adalarının bu hissəsində yerləşən Honshu adası iki iqlim qurşağında, yəni subtropik və mülayim iqlim qurşaqlarında yerləşir. Hokkaido adası isə iki təbii zonada, yəni tayqa zonası şimal hissəsində və bütövdə isə digər adaların hər biri dəyişkən rütubətli meşələr zonasında yerləşmiş olacaq. Bir daha xatırladıram. Burada Hokkaido adasında yalnız bir iqlim qurşağı vardır. Bu mülayim iqlim qurşağıdır və iki təbii zona vardır. Tayqa təbii zonası, dəyişkən rütubətli meşələr zonası və yaxud da biz buna deyirik musson meşələri zonasını qeyd edə bilərik.